2026-cı ilin may ayı bəzi bürclər üçün adi bir dövr olmayacaq. Astroloqlar bildirirlər ki, məhz bu ay bir çox insanın həyatında mühüm qərarlar, gözlənilməz qarşılaşmalar və taley yüklü dəyişikliklər baş verə bilər. Xüsusilə müəyyən bürclər üçün may ayı yeni başlanğıcların, şanslı fürsətlərin və köhnə problemlərdən qurtuluşun simvoluna çevriləcək. May ayı Qoç bürcləri üçün yeni başlanğıclar gətirəcək. Uzun müddətdir gözlədikləri iş təklifi və ya şəxsi həyatda mühüm dəyişiklik onları sevindirə bilər. Risk edən qoçlar bu ay qazanan tərəf olacaq. Xərçənglər üçün emosional baxımdan güclü bir dövr başlayır. Keçmiş problemlər geridə qalacaq. Münasibətlərdə isə ciddi qərarlar gündəmə gələcək. Ailə və sevgi mövzuları ön plana çıxacaq. Əqrəb bürcü də 2026-cı ildə taleyin ən çox güldüyü bürclərdən olacaq. Uzun müddət çətinlik yaşayan əqrəblər üçün yeni dövr başlayır. Sevgi həyatında ciddi addımlar, evlilik və münasibətlərdə sabitlik ön plana çıxacaq. Dolçalar üçün sürprizlərlə dolu bir ay gəlir. Yeni tanışlıqlar, səyahətlər və fərqli imkanlar onların həyatına rəng qatacaq. Uzun müddətdir planlaşdırdıqları dəyişiklikləri həyata keçirmək üçün uyğun zamandır. Balıq bürcləri üçün isə emosional yenilənməli başlayır. Keçmişdə yaşanan problemlər geridə qalacaq və daha sakit, balanslı həyat dövrü başlayacaq. Görünür, bəzi insanlar üçün may ayı sadəcə bir ay deyil, tamamilə yeni bir başlanğıc olacaq. Leyla Səməndər, Yeni Azərbaycan TV.